Mən morqda sanitar işləyirəm. Gecə növbəsi ən qorxulu vaxtdır. Sükut, zəif işıq və sümüklərə qədər işləyən soyuq. Amma artıq öyrəşmişəm. Həmin gecə hər şey adi idi. Hesabatları doldururdum ki, soyuducu kameralardan zəif dəmirin cızılma səsi gəldi. Köhnə qapılar bəzən qəribə səslər çıxarır deyə bir o qədər də ciddi almadım. Amma bir dəqiqə sonra başqa bir səs eşidildi. Bu dəfə sanki kimsə içəridən yavaşca qapını döyürdü. Donub qaldım. Otaqda məndən başqa heç kim yox idi. Sağ olan heç kim. Kameralara yaxınlaşıb nəfəsimi saxladım və etiketlərə baxdım. Bütün meyitlər təzə idi. Heç kim tərpənməməli idi. Bu dəfə daha güclü gəldi. Qorxudan damarlarımda qanım dondu. Özümü ələ almağa çalışaraq səsin gəldiyi kameranı açdım. İçəridə axşam gətirilmiş bir kişi var idi. Avtoqəzada həlak olmuşdu. Gözləri bağlı idi, bədəni donmuşdu. Artıq qapını örtmək istəyirdim ki, birdən dodaqları aralandı. Soyuqdur, pıçıldadı. Diksindim, az qala yıxılacaqdım. Ölülər danışa bilməz. Amma birdən gözləri açıldı. Qapqara, boş, soyuqdur, burax məni. O an başqa kameralardan da döyüntülər gəldi. Əvvəlcə zəif, sonra isə daha güclü. Sanki içəridəkilər çıxmaq üçün qapıları cırmaqlayırdılar. Qapıya tərəf qaçdım, amma qapı bağlı idi. Halbuki onu bağlamamışdım. Arxamda kameranın qapısı cırıltı ilə açıldığını eşitdim. Geri dönməyə macal tapmadım ki, boynumun arxasında buz kimi nəfəs hiss etdim.